bu adamı ölü bildilər. Amma onun bir hərəkəti hamını şoka saldı. 2007-ci ildə ABŞ-də 21 yaşlı Zak Dunlap ağır yol qəzası keçirir. Qəza o qədər şiddətli olur ki, Zak huşsuz vəziyyətdə xəstəxanaya çatdırılır. Həkimlər saatlarla onun həyatını xilas etməyə çalışsa da, amma nəticə dəyişmir. Heç bir refleks yoxdur, ağrıya reaksiya vermir. Beyin fəaliyyəti isə demək olar ki, tamamilə dayanmışdı. Bir müddət sonra həkimlər ailəni otağa çağırır və çox ağır bir cümlə deyirlər. Zakda beyin ölümü baş verib. Tibbdə bu, insanın artıq geri qayıtmayacağı anlamına gəlir. Yəni, ürək aparatlarla döyünsə də, insan rəsmi olaraq ölü sayılır. Zak həmin an sənədlərdə artıq ölü idi. Ailəsi şok içində idi. Onlara son bir sual verilir. Orqan bağışına razılıq verib vermədikləri. Uzun tərəddüddən sonra göz yaşları içində bu qərarı qəbul edirlər. Zakın artıq geri qayıtmayacağına inanırlar. Son vida anı çatır. Zak hələ də yataqda, aparatlara bağlı vəziyyətdə uzanmışdı. Otaqda dərin bir sükut hökm sürürdü. Ailə üzvləri bir-bir onun yanına yaxınlaşıb vidalaşırdı. Bu anda əmisi irəli çıxıb Zakın qulağına belə bir söz deyir. Əgər bizi eşidirsənsə, xahiş edirəm ki, barmağını tərpət. Və məhz həmin an hamının nəfəsi kəsilir. Zakın barmağı yavaşca hərəkət edir. Əvvəlcə heç kim buna inanmır. Hamı bunun təsadüf olduğunu düşünürdü. Amma barmaq yenidən hərəkət etməyə başlayır. Tibb personalı təcili geri çağırılır. Monitorlar yenidən yoxlanılır və həkimlər şok içində bir şeyi görürlər. Zakın beyni reaksiya verməyə başlayır. O ölü deyilmiş. Bir müddət sonra Zak komadan ayılır. Danışa bildiyi ilk anlarda dediyi sözlər isə hamını daha da sarsıdır. O deyir ki, həkimlərin və ailəsinin yanında danışdıqlarını hamısını eşidirmiş. Onun öldüyünü dedikləri an orqan bağışı məsələsini də eşidib. Sadəcə bədənini hərəkət etdirə bilmirmiş. Bu hadisə ABŞ-də böyük rezonans doğurmuşdu. Sizinlə mən Samir Sahidoğlu idim. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Görüşərik.